Gluten bağlaması ilə qarşınızdayım. Bir yerdə açırıq kargoları, görək nələr sifariş eləmişəm. Bu balaca kosmetika çantası idi, balaca. Oy, amma bayağı iridir. Burada 3 manata almışdım. Belə yumuş-yumuş, belə bir aksesuar qabı almışam. Bu da çox keyfiyyətli gəlib. Baxın, aksesuarlarınızı içərisinə ilə özünüzlə daşıya bilərsiniz. Çox gözəldir. Bunu da hardasa 2-3 manat civarı almışdım. Onu deyim ki, Temudan heç vaxt mən paltar almamışam. İlk dəfə də alıb yoxlayıram. Amma ki, pis gəlməyib. Özdəki rəngimsə bunu da münasib almışdım. Heç 4 manat falan değildi qiyməti. Birini özümə bu rəng almışdım, sifariş vermişəm. Birini də yoldaşım üçün sifariş vermişəm. Belə bir minnoş tərliklər almışdım. Ay, nə şirinlər, çox qəşəng gəlib. Amma ki, qış üçündülər. Yəni yayda bunlar geyinmək isti olur. 5 manat almışdım, səhv eləmirəmsə bunlar üçün. Bandan almışdım. 1 manat falan idi bu. O, yoldaşım üçün aldığım kepka. Bu da qəşəng gəlib. İnşallah ki, bəyənər, istifadə edər. Beni daha çox bəyəndim. 4 manat almışam. Bir bu, bir də bu. Temudan çox da sifariş vermişəm. M razmeri almışdım, amma balaca geymək üçün məncə idealdır və arxası da belə. Qiyməti hardasa 7 manat civarı olmalı idi. 30% endirim kodu da yerləşdirəcəm. Ondan da istəsəniz yararlana bilərsiniz. Böyük gözləyirdim. Çünki dənizdə falan götürməliyik ki, içinə tam əşyalarımı sığışdıra bileyim. Məsələn, cibi falan da var. Sonra 2 manata belə bir broşlar sifariş vermişəm. 10 yastığı almışam. Belə. Oy, oh, aşağı yat. Daha da belə yumuşaqdır. Burada belə bir də üçlü belə rezin var. 1 manat neçəsi qəpik idi, 3 dənəsi. Bitdi, bu qədər. Ümid edirəm ki, siz də bəyəndiniz. Rəy bildirməyi unutmayın və abunə olmağı unutmayın. Sağ olun.